19 aprel OTK-nın 10-cu sinifləri üçün təşkil etdiyi sınaq imtahan suallarında istifadə olunmuş sualların izahına baxaq. Birinci sual 5x çıx 26 vurulsun x kvadrat üstəgəl 1 bölünsün 2x üstəgəl 5 kiçikdir bərabərdir 0. Bərabərsizliyinə ödəyən tam ədədlərin cəmini tapın. Demək, burada x kvadrat üstəgəl 1 həmişə müsbət qiymətləri alır. Bərabərsizliyin işarəsini dəyişməyəcək, yəni hər tərəfini x kvadrat üstəgəl 1-ə bölə bilərik. Yerdə qalacaq onda 5x çıxılsın 26 bölünsün 2x üstəgəlinsin 5 kiçikdir bərabərdir 0. Bunda intervallar üsulu ilə həll etsək, sürət və məxrəcin sıfıra çevirən qiymətləri tapırıq. 5x çıxılsın 26 bərabərdir 0. Buradan da x bərabərdir 26 bölünsün 5. Bu da bizə verər 5,2-ni. Digər qiyməti isə 2x üstəgəlinsin 5 bərabərdir 0, x də bərabərdir mənfi 2,5-dir. Mənfi 2,5 məxrəcdə olduğundan daxil olmayan qiymət kimi götürürük. Mənfi 2,5. 5,2-ni isə daxil olan qiymət kimi götürəcəyik. 5,2. Böldüyü intervallara 5,2-dən sağda bir qiymət versək, 6 qiymətin yerinə yazmış olsaq müsbət qiymətlər, mənfi müsbət qiymətlər, bizə 0-dan kiçik olan, yəni mənfi qiymətlər lazım idi. Bərabərsizliyin həlli mənfi 2,5, 5,2 olar. Bizə isə bu bərabərsizliyi ödəyən tam qiymətlərin cəmi lazımdır. Mənfi 2 üstəgəlinsin mənfi 1 üstəgəlinsin 0, 1, 2, 3, 4 və 5 ədədlərinin cəmi mənfi 2, müsbət 2, mənfi 1, müsbət 1 islah olundu. 3 üstəgəl 4, üstəgəl 5 bizə verər 12-ni. İkinci sual. K parametrinin neçə tam qiymətində x üstü 15 bölünsün k ifadəsi bir hədli olar? X üstündə 15 bölünsün k-nın bir hədli olması üçün 15 bölünsün k natural ədədlər çoxluğuna daxil olmalıdır. Onda k 15-in natural bölənləri olmalıdır. Bu da ki 1, 3, 5 və 15 ədədləridir. Doğru cavab D variantı olur. Üçüncü sual. A və B çoxluqları üçün A ilə B-nin fərqi, B ilə A-nın fərqi və kəsişməsi verilib. Birləşmənin ən kiçik qiymətini tapmaq lazımdır. Onda Euler-Venn diaqramı ilə həll edək. Deməli, A ilə B-nin fərqi 2K üstəgəlinsin 1, B ilə A-nın fərqi 3K çıxılsın 5, A ilə B-nin kəsişməsi K üstəgəlinsin 3-dür. Bu da birləşmənin ala biləcəyi qiymətlər. N, A birləşir, B bərabərdir. Bu üçünün cəminə bərabərdir. Yəni N, A ilə B-nin fərqi üstəgəlinsin N, B ilə A-nın fərqi üstəgəlinsin N, A ilə B-nin kəsişməsi. Buradan da alırıq ki, N, A birləşir, B bərabərdir. 2K üstəgəl 1, üstəgəl K üstəgəl 3, üstəgəl 3K üstəgəlinsin çıxılsın 5 daha doğrusu. Bu da bərabərdir. 6K üstəgəlinsin çıx 1. Buradan da K-nın yerinə ən kiçik qiymət lazımdır deyənə K-nın yerinə yaza bilərik 1 qiymətini. K natural ədədlər çoxluğuna daxildir deyənə. K bərabərdir 1 götürsək, bu hissə mənfi olur deyənə yaza bilmərik. K bərabərdir 2 götürsək, deməli burada olacaq 1 element, burada olacaq 5 element, burada isə olacaq 5 element. Onda birləşmədə olacaq ən azı 11 element. Demək, K-nın yerinə 1 götürə bilmərik. Yəni 1 yazıb 5 qiymətini işarələmək olmaz. Dördüncü sual. Qrafiki ordinat oxunu 0M nöqtəsində kəsən funksiyası üçün f-mi tapın. Deməli, funksiyanın qrafiki ordinat oxunu 0M nöqtəsində kəsirsə, x-in yerinə 0, y-in də yerinə m qiyməti qoya bilərik və yaxud da ki, birbaşa C nöqtəsi ordinat oxunu kəsdiyi nöqtədir deyə bilərik. Yazaq f 0 bərabərdir 0 çıxılsın 0 üstəgəl 7, yəni f 0 bərabərdir 7, bu da m qiymətidir. M-in 7-yə bərabər olduğunu təyin elədik.
İndi bizə lazımdır F7-ni tapmaq. F7 bərabərdir 7-nin kvadratı çıxılsın 4 vurulsun 7 üstə gəlinsin 7 bərabərdir. 49 çıxılsın 28 üstə gəlinsin 7 bu da bərabərdir 28 eləyir. Beşinci sual. A bərabərdir 2 üstə gəlinsin kök altında 5 ədədinin kəsr hissəsini tapın. Əvvəlcə A-nın tam hissəsini təyin eləyək. A-nın tam hissəsi 2 üstə gəlinsin kök altında 5 də təqribən 2,4 olduğundan tam hissəsi 2-dir. Yəni A ədədinin tam hissəsi 4-ə bərabər oldu. Ədədin kəsr hissəsini necə təyin edirdik? Ədədin özündən onun tam hissəsini çıxmaqla təyin edirdik. Ədədin özü 2 üstə gəlinsin kök altında 5-dir. Bundan da 4-ü çıxsaq, kök altında 5 çıxılsın 2 olduğunu alaraq doğru cavab C variantı. 6-cı sual. A, B və C natural ədədləri üçün 2A bərabərdir 3B bərabərdir C bölünsün 5 olarsa A plus B plus C ifadəsinin ən kiçik qiymətini tapın. Burada məxrəcdə kəsr var deyənə hər tərəfin 5-ə vursaq, onda alarıq ki 10A bərabərdir 15B bərabərdir C olar. Buradan da 10, 15 və 1 əmsalı üçün əkobu tapaq. Əkobu tapsaq, deməli 30-a bərabər olar. Onda belə alırıq ki A 3-ə bərabərdir, B 2-yə bərabərdir, C isə 30-a bərabərdir. A plus B plus C lazım idi. Bunların da cəmi bizə 35-i verər. Daxili bucaqlarının cəmi xarici bucaqlarının cəmindən 5 dəfə böyük olan düzgün çoxbucaqlının bir daxili bucağını tapın. Daxili bucaqlarının cəmi belə tapırıq. 180 vurulsun, n çıxılsın 2. Xarici bucaqlarının cəmindən 5 dəfə böyükdür. Xarici bucaqlarının cəmi də çoxbucaqlı üçün 360-dır, vurulsun 5 oldu. Mən buradan 180 ilə 360 ixtisar aparsaq 2 alınar. N çıxılsın 2 bərabərdir 10. N də bərabərdir 12 alınar. Bir daxili bucağını tapın. Bir daxili bucağını da necə tapırıq? Bir xarici bucağını tapıb qonşu bucağı kimi tapa bilərik ki, bir xarici bucaqda 360 bölünsün n kimi tapılır. 360-ı böldük 12-yə alındı 30. Bu xarici bucaqda 30 dərəcə. Onda daxili bucaq 180 çıxılsın 30 bərabərdir 150 dərəcə olar. Və yaxud da ki, elə bir daxili bucağın düsturu ilə də hesablamaq mümkün idi. 8-ci sual. 0 tam dövrdə A, üstəgəl 0 tam 0 dövrdə A, üstəgəl 0 0 dövrdə A bərabərdir 337 bərabərliyindən A-nı tapın. Belə yazacaq ən sadə formada. 9-da A üstə gəlinsin 90-da A üstə gəlinsin 900-də A bərabərdir 300-də 37. Deməli, bunu 100-ə vurduq birincisini. İkincisini 10-a vurduq. Məxrəc eyniləşdi. 900-də 100A üstə gəlinsin 10A üstə gəlinsin A bərabərdir 300-də 37. Sıfırlar getdi. Alındı 111A bərabərdir 9 vurulsun 37. 37 ilə 111 ixtisar getsə burada 3, burada 1 qalar. 3A bərabərdir 9. Buradan da A bərabərdir 3 olduğunu alarıq. Doqquzuncu sual. Sahələri S1 və S2, perimetrləri P1 və P2 olan iki oxşar çoxbucaqlı üçün S1 bölünsün S2 4 bölünsün 9 və P1 üstəgəl P2 200 olarsa P1-i tapın. Deməli, buradan P2-ni P1-dən ifadə eləyək. P2 bərabərdir 200 çıxılsın P1-dir. İndi S1 bölünsün S2 oxşarlıq əmsalına bərabərdir, yəni K kvadratıdır. Bu da 4 bölünsün 9-dur. Onda buradan alırıq ki, K bərabərdir 2 bölünsün 3-dür. Perimetrlər nisbəti isə oxşarlıq əmsalına, yəni K-ya bərabərdir. Onda yazırıq P1 bölünsün P2 bərabərdir 2 bölünsün 3. Buradan P2-nin qiymətini yerinə yazsaq, P1 bölünsün 200 çıxılsın P1 bərabərdir 3-də 2. Çarpaz vursaq 3
P1 bərabərdir 400 çıxılsın 2P1. 5P1 bərabərdir 400, P1 də bərabərdir 80 alınar. Doğru cavabımız B variantı oldu. 10-cu sual, uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərindən 14 dəfə kiçikdir. Birinə alfa desək, digəri isə 14 alfa olar. Bu bucaqlardan böyüyünü tapın. Demək, bu ikisinin cəmi uyğun tərəfləri perpendikulyardırsa, cəmi 180-ə bərabərdir. 15 alfa bərabərdir 180, alfa da bərabərdir 12 olur. Alfanı təyin elədik, bizə isə lazımdır böyük bucaq, yəni 14 vurulsun 12, bu da bərabərdir 168 olur. Doğru cavab D variantı. 11-ci sual, kökləri x1 və x2 olan kvadrat tənliyindən kök altında x1, üstəgəl kök altında x2 ifadəsinin qiymətini tapın. Kök altında x1, üstəgəl kök altında x2 hesabı kvadrat kökün xassəsinə görə həmişə müsbət ədəddir. Onda bunu belə yaza bilərik. Kök altında x1 üstəgəl kök altında x2-nin kvadratı. Bu da bərabərdir. Kök altında İçərilinin kvadratı kimi açılışın yazsaq x1-in kvadratı üstəgəlinsin, daha doğrusu x1 olacaq da kök altında x1-in kvadratı bizə verir x1-i. Üstəgəl x2, üstəgəlinsin 2 vurulsun, kök altında x1 vur x2. Bu da bərabərdir. Viet teoreminə görə köklərinin cəmi, yəni x1 üstəgəl x2 bizə 8-i verir. Köklərinin hasili, yəni x1 vurulsun x2 9-u verir. Qiymətləri gətirib yerinə yazsaq, kök altında 8 üstəgəlinsin 2 vurulsun kök altında 9. Bu da bərabərdir. Kök altında 8 üstəgəl 2 vurulsun 3 bərabərdir. Kök altında 14 edər. Doğru cavab A variantı. Cəmi 180 olan iki ədəddən birinin 30%, digərinin 20%-nə bərabərdir. Bu ədədlərdən kiçiyini tapın. Birinin 30%, A vurulsun 30 bölünsün 100, digərinin 20%-nə bərabərdir. B vurulsun 20 bölünsün 100. Hər tərəfdən yüzləri və onları ixtisar aparsaq, alırıq ki, 2B bərabərdir 3A-dır. Buradan alırıq A bərabərdir 2K, B bərabərdir 3K olar. İndi A üstəgəlinsin B, cəmi 180 verilibdir, yəni bərabərdir 180 yazırıq. Yəni 2K üstəgəlinsin 3K bərabərdir 180, buradan 5K bərabərdir 180, K da bərabərdir 36. Onda 2K'mız olacaq 72, 3K'mız da olacaq 108. Bu ədədlərdən kiçiyini soruşur, kiçiyi 72-yə bərabərdir. 13-cü sual, çevrə xaricinə çəkilmiş bərabəryanlı trapesiyanın oturacaqları 4 və 16 olarsa, bu çevrənin radiusunu tapın. Çevrə xaricinə çəkilmiş 4 bucaqlının xassəsinə görə qarşı tərəflərinin cəmi bir-birinə bərabər olmalıdır. Bura 4, burada 16 verilibsə, onda yan tərəfi 10-a bərabərdir. Bu bir yan tərəfi də 10-a. Çünki oturacaqlarının cəmi 20, yan tərəflərinin də cəmi 20-yə bərabər olmalıdır. İndi bizə bu radius lazımdır. Radiusu tapmaq üçün hündürlükləri çəksək, bu aradakı məsafə də 4 cm bərabər olar. Yerdə 6 qaldı, onda burada 6 olar. Pifaqoru tətbiq eləsək, buradakı hündürlüyü təyin eləyə bilirik ki, hündürlüyü bərabərdir. Kök altında 10-un kvadratı çıx, 6-nın kvadratı, yəni 8-ə bərabərdir. Bu hündürlükdə radiusun 2 mislinə bərabərdir. Yəni h 2-yə bərabər olduğundan, bu da 8 olduğundan radiusu təyin edirik ki, radiusu 4 cm bərabərdir. Doğru cavab 4 oldu. 14-cü sual, tənliklər sistemindən x plus y cəmini müsbət qiymətini tapın. Demək, birinci tənlikdən x-i çıxartdıq mötərizə xaricinə, x plus y bərabərdir 10. İkinci tənlikdən y-i çıxartdıq mötərizə xaricinə, y plus x bərabərdir 15. Tərəf-tərəfə bölsək, x üstəgəl y-lər getdi, x bölünsün y bərabərdir 10 bölünsün 15. Bu da 2 bölünsün 3 edir. X bərabərdir 2K, y bərabərdir 3K şəklində yazdıq. Aparıb bu qiymətləri tənliklərdən birində yerinə yazsaq olar.
2K'nın kvadratı 4K kvadrat üstə gəlinsin 2K vurulsun 3K 6K kvadratı bərabərdir 10. 10K kvadratı bərabərdir 10. K kvadratı bərabərdir 1. Buradan da K bərabərdir plus minus 1 olduğunu alırıq. Bizə müsbət qiyməti lazımdır deyənə. Onda X bərabər olar 2-yə, Y də bərabər olar 3-ə. 2 üstə gəlinsin 3 bərabərdir 5. Doğru cavab C variantı. 15-ci sual. Ardıcıl cüt A və B natural ədədləri üçün əkob AB və əbob AB 146 olarsa, A plus B cəmini tapın. Ardıcıl iki natural ədədin əkobu onların hasilinin yarısına, yəni A vurulsun B bölünsün 2-yə bərabərdir. Əbobu isə 2-yə bərabərdir. Bu da bərabərdir 146-dır. Buradan A vurulsun B bölünsün 2 bərabərdir 144. A vurulsun B bərabərdir 288 alınır. İndi A və B ardıcıl natural ədədlərdir. Ardıcıl cüt natural ədədlərdir deyənə birinə 2n deyək, digərdə 2n plus 2 olsun. Bərabərdir 288. Hər tərəfini 2-yə bölsək n vurulsun 2n plus 2 bərabərdir 144. Bir də 2-yə bölsək n vurulsun n plus 1 bərabərdir 72-dir. Ardıcıl natural ədədlərdən söhbət gedir deyənə bunu birbaşa yaza bilərik ki 72 8 vurulsun 9-dur deyənə n bərabərdir 8 olur. N 8-dirsə bizim axtardığımız A və B ədədləri biri olacaq 16, digəri isə olacaq 18. A plus B cəmini soruşur. 16 üstə gəlinsin 18 bərabərdir 34-dür. N-i götürməməyimizin səbəbi, yəni A-nın yerinə 2n, B-nin də yerinə 2n plus 2 yazmışıq. Ona görə də 8-i aparıb yerinə yazıb A və B-ni təyin edirik. Cəmdə oldu 34. 16 nömrəli sual. Kök altında 3x üstəgəl 2,5 tənliyi ilə verilmiş düz xəttin absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağı tapın. Deməli, absis oxu ilə əmələ gətirdiyi bucağı tapmaq üçün K bərabərdir tangens alfa bərabərliyindən istifadə edək. Bunun da K-sı x-in əmsalı, yəni kök altında 3-ə bərabərdir kök altında 3. Tangens kök altında 3 qiymətini 60 dərəcədə alır. O da doğru cavabımız D variantı olar. AN plus 1 bərabərdir 3 vurulsun AN üstəgəl 2 düsturu ilə verilmiş AN ardıcıllığı üçün A1 4 olarsa A3-ü tapın. A1 bərabərdir 4. Onda N-in yerinə yazırıq 1 qiymətini. N-in yerinə 1 qiyməti yazsaq alınır A2 bərabərdir 3 vurulsun A1 üstəgəlinsin 2. A1 də 4-ə bərabərdir deyənə 3 vurulsun 4 üstəgəl 2 bərabərdir 14. Bizə A3 lazımdır. A3-ü tapmaq üçün N-in yerinə 2 yazsaq 3 vurulsun A2 üstəgəlinsin 2. 3 vur 14 üstəgəl 2 bərabərdir 44 edər. 18-ci sual. Tərəflərinin uzunluqları 6 və 10 cm, bir iti bucağı 60 dərəcə olan paralleloqramın böyük diaqonalının uzunluğunu tapın. Deməli, tərəfləri 6 və 10 cm olan iti bucağın 60 dərəcə olan paralleloqramın böyük diaqonalı. Deməli, bura 10 cm-dir. Buradakı bucaqda 120 dərəcə olacaq. İti bucaq 60-dırsa, kör bucaq 120 dərəcə olacaq. Bu da böyük diaqonal. Böyük diaqonalı buradan təyin eləmək üçün kosinuslar teoremini istifadə edə bilərik. D-nin kvadratı bərabərdir 6-nın kvadratı üstəgəl 10-un kvadratı çıxılsın 2 vurulsun 6 vurulsun 10 vurulsun kosinus 120 dərəcə. D kvadratı bərabərdir 36 üstəgəlinsin 100 üstəgəlinsin. Niyə üstəgəl yazdıq? Kosinus 120 dərəcədə alacaq mənfi 2-də 1 qiymətini. Bu da 6 ya da yazaq 2 vurulsun 6 vurulsun 10 vurulsun 2-də 1. Kosinus 120 dərəcə ikinci rübə düşür. İkinci rübdə ilə kosinus 60-a bərabərdir. Kosinus 60-da 2-də 1 qiymətini alır, amma mənfi işarəsi var deyənə buradakı çıxma işarəsi üstəgəldən əvəz olundu. Bunlar getdi. D kvadratı bərabərdir 36 üstəgəlinsin 100.
üstə gəlinsin 60, bu da bərabərdir 196, D də bərabərdir 14 olar. Doğru cavab B variantı. 19-cu sual ifadəsini sadələşdirin. Birinci kəsrin surətini vurğularına ayırsaq, x çıxılsın hasili 6, cəmi də 5 olan ədədlər lazımdır. X çıxılsın 2, x çıxılsın 3 bölünsün. Məxrəci vurğularına ayırdıq. X çıx 2, x üstəgəl 2. Bölmə tərsinə vurmadır deyənə bunu surətdə yazacaq. Bu olacaq x üstəgəl 2, x üstəgəl 3. Aşağıda da yazdıq. X çıx 3 vurulsun x üstəgəl 3. Vurğularını ayırdıq. İndi oxşar vurğuları ixtisar eləsək, x çıxılsın 3-lər də getdi, x üstəgəl 2-lər hamısı getdi. Yekun nəticəmiz 1-ə bərabər oldu. 20-ci sual. Torbada 4 ağ və 5 qırmızı kürə var. Təsadüfi olaraq torbadan geri qaytarılmadan ardıcıl çıxarılan 2 kürənin müxtəlif rəngli olması hadisəsinin ehtimalını tapın. Müxtəlif rəngli çıxmasının hadisəsi, yəni biri ağ, digəri isə qırmızı rəngli olsun. 9 dənə kürə var, onda mümkün hallarımız kombinezon 9-dan 2-dir. Biri ağ, kombinezon 4-dən 1 vurulsun, digərinin də qırmızı olması 5-dən 1. Bu da bərabərdir. Kombinezon 4-dən 1, 4, 5-dən 1 də 5. 9-dan 2-də deməli 9 vurulsun 8 bölünsün 1 vurulsun 2 şəklində yaza bilərik. Kombinezon n-dən k bərabərdir. N faktorial bölünsün n çıxılsın k faktorial vurulsun k faktorial kimi hesablayırıq. Buradan da 2 ilə 8 ixtisar getsə 4, 4 ilə də 4 getsə 9-da 5 alınar. Doğru cavab C variantı oldu. 21-ci sual. İfadəsinin qiymətini tapın. Deməli, kök altında 27 çıxılsın 10 kök altında 2. Buna mürəkkəb kök alma düsturunu tətbiq eləyə bilərik və yaxud da ki, 5 üstəgəl kök altında 2-ni kökün altında yaza bilərik. 5 üstəgəlinsin kök altında 2-nin kvadratı kimi. Bu da bərabərdir. Kök altında 27 çıxılsın 10 kök altında 2 vurulsun. Kök altında bunu içərilərin kvadratı kimi yazsaq 25 üstəgəl 2, 27 üstəgəlinsin 10 kök altında 2 bərabərdir. Bir kökün altında yaza bilirik. Bu halda alınır 27 çıxılsın 10 kök altında 2 vurulsun 27 üstəgəl 10 kök altında 2. A üstəgəl B, A çıx B. Müxtəsər vurma düsturudur. 27-nin kvadratı çıxılsın 10 kök altında 2-nin kvadratı. Bərabərdir. Kök altında 729 çıxılsın 200 bərabərdir. Kök altında 529 da bərabərdir 23 edir. 22-ci sual. A, B, C müsbət ədədlərə uyğun olaraq 2, 3 və 5 ədədləri ilə düz mütənasib hissələrə bölünüb. Onu da yazırıq. A bərabərdir 2K, B bərabərdir 3K və C bərabərdir 5K. A kvadratı üstə gəlinsin B kvadratı üstə gəl C kvadratı 152 olarsa A plus B plus C cəmini tapın. Deməli, A-nın kvadratı oldu 4K-nın kvadratı, B-nin kvadratı 9K kvadratı, C-nin kvadratı oldu 25K kvadratı. Bərabərdir 152. Bu da oldu 34. 38K kvadratı bərabərdir 152. K kvadratı bərabərdir 152-ni böldük 38-ə alındı 4. K da bərabərdir. Burada plus minus 2 yazmalıyıq. Amma ABC müsbət ədədləri deyirdən K bərabər oldu 2. K 2-yə bərabərdirsə, onda A-nın qiyməti 4, B-nin qiyməti 6, C-nin də qiyməti 10-a bərabərdir. Bizə də A plus B plus C cəmi lazımdır. 10 plus 6 plus 4 bərabərdir 20 olar. Doğru cavab D variantı. İki tərəfinin uzunluğu 3 və 7 olan üçbucağın üçüncü tərəfinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Üçbucaq bərabərsizliyinə görə bura 3, bura 7, burada bir dənə x desək, x
7 və 3-ün cəmindən kiçik, 7 və 3-ün fərqindən modul yazmırıq artıq 7 çıxılsın 3 yazdığımıza görə. Yəni x 4-dən böyük, 10-dan kiçik qiymətləri ala bilər ki, indi ala biləcək tam qiymətlərin cəmi 5, 6, 7, 8 və 9 ədədlərinin cəmidir ki, bu da bizə 35-i verir. 24-cü sual. Demək, x kubu çıxılsın 64 bərabərdir, x çıxılsın 4 vurulsun m olarsa, m çoxədlisinin əmsalları cəmini tapın. Bunu vurğularına ayırırıq. X kubu çıx 4-ün kubu bərabərdir. X çıxılsın 4 vurulsun x kvadratı üstə gəlinsin 4x üstə gəlinsin 16. M çoxədlisi budur. Yəni m çoxədlisini yazmış olsaq x kvadratı üstə gəlinsin 4x üstə gəl 16 olur. İndi bu çoxədlinin əmsallarının təyin edək. Buradakı əmsal 1-ə bərabərdir. Buradakı əmsal 4-ə bərabərdir. Buradakı əmsal isə 16-ya bərabərdir. Əmsalları cəmi 16 üstə gəlinsin 4 üstə gəl 1 bərabərdir 21 olar. 25-ci sual. A-ın ədədi silsiləsində A5 üstə gəlinsin A15 bərabərdir 20 olarsa, bu silsilənin ilk 19 həddinin cəmini tapın. S19 bərabərdir. A1 üstə gəlinsin A19 bölünsün 2 vurulsun 19. Bu da bərabərdir. A1 üstə gəl A19. İndekslərinin cəmi 20 olduğundan bunu elə A5 üstə gəlinsin A15 şəklində də yaza bilərik. Bölünsün 2 vurulsun 19. Bu da 20-yə bərabərdir, qiymətin yazdığı yerinə bərabərdir 190 alırıq. 26-cı sual. A borusu həcmi 2400 litr olan boş çəni B borusundan 4 dəqiqə gec doldurur. B borusunun su ötürmə gücü A borusundan dəqiqədə 20 litr çoxdur. A borusu boş çəni tək başına neçə dəqiqəyə doldurur? Deməli, A borusunun dəqiqədə ötürdüyü suyun litrini x qeyd eləyək. Onda B də x plus 20 olar. Deməli, A borusu dəqiqədə x, B borusu isə bundan 20 litr çox, yəni x plus 20 litr su ötürə bilir. İndi baxaq. Deməli, boş çəni doldurma müddətlərinə görə təyin eləyək. 2400-ü bölürük x-ə. Bu olur A borusunun boş hovuzu doldurması, boş çəni doldurması. Bundan 2400-ü bölürük x plus 20-yə, yəni B borusunun boş çəni doldurma müddəti. Bu ikisinin fərqi 4 dəqiqəyə bərabərdir, bərabərləşdirdik 4-ə. Ortaq məxrəcə gətirsək, x vurulsun x plus 20, surətdə də olacaq 2400 vurulsun x, üstə gəl 2400 vurulsun 20, çıxılsın 2400 vurulsun x. Bunlar getdi, bərabərdir 4. Bu da oldu 4 vurulsun x kvadratı, üstə gəlinsin 4 vurulsun 20x, mötərizəni vurub açsaq. Bunu da sağ tərəfə keçirsək olur, çıxılsın 48.000, bərabərdir 0. Hər tərəfin 4-ə bölsək x kvadratı, üstə gəlinsin 20x, çıxılsın 12.000 bərabərdir 0. Buradan x1 bərabərdir mənfi 120, x2 bərabərdir 100-dür. Bu oldu su ötürməsi, su ötürmə gücü. A borusunda x idi, 100-ə bərabərdir. B borusunda x plus 20-dir, 120-yə bərabərdir. Buradakı mənfi 120 isə kənar köçdü, mənfi su ötürmə mümkün olmayacaq. İndi deyir ki, A borusu boş çəni tək başına neçə dəqiqəyə doldurar? Boş çəni doldurma müddəti də buradaydı. Demək, 2400-ü böləcəyik 100-ə bərabər oldu 24 dəqiqə. 27-ci sual. Tənlikləri verilmiş çevrələr üçün uyğunluğu müəyyən edin. Tənliklərdən tam kvadrat ayırmaqla çevrənin tənliyinə gətirək. Deməli olacaq x kvadratı çıxılsın 6x, üstə gəl 9. Bu oldu tam kvadrat. Üstə gəlinsin y kvadratı çıxılsın 8y, üstə gəl 16. Bu da oldu tam kvadrat. 11-i keçirdik sağ tərəfə. 11 üstə gəl.
Bura 9 əlavə eləmişik deyənə, burada 9 əlavə eləyək. Bura 16 əlavə eləmişik deyənə 16 da əlavə eləyək. Bu oldu x çıxılsın 3-ün tam kvadratı, üstə gəlinsin y çıxılsın 4-ün tam kvadratı bərabərdir 36. Mərkəzi oldu 3, 4 nöqtəsi, radiusu da oldu 6. Deməli, mərkəzi 3, 4 nöqtəsi C, radiusu da oldu 6, yoxdur, elə bir dənə C uyğun gəldi. İkinci tənliyə baxırıq. X kvadratı üstə gəl 6x üstə gəl 9, üstə gəl y kvadratı çıx 8y çıx 24. 24'ü bu tərəfdə yazaq. Üstə gəl 16 tam kvadrat bərabər 24. Sağ tərəfə də 9 və 16-nı əlavə edirik. Deməli bu oldu. X çıxılsın, üstə gəlinsin 3-ün kvadratı. Üstə gəl, y çıxılsın 4-ün kvadratı bərabərdir 49. Onda mərkəzi oldu. -3, 4 nöqtəsində, radiusu da oldu 7. Mərkəzi -3, 4 nöqtəsi, yəni A. Radiusu oldu 7, yəni D. Üçüncü tənliyə baxırıq. Üçüncü tənlikdə x kvadratı çıxılsın 6x üstə gəl 9, üstə gəl y kvadratı, üstə gəl 8y, üstə gəl 16 bərabərdir 39, üstə gəl 9, üstə gəl 16. Bu oldu x çıxılsın 3-ün kvadratı, üstə gəl y, üstə gəl 4-ün kvadratı bərabərdir 48, 16, 64. Mərkəzi 3, -4 nöqtəsi, radiusu isə 8. Deməli, mərkəzi -3, -4, yəni B, radiusu da 8, yəni Y. 28-ci sual. Sinifdəki şagirdlərin 12-si oğlan, 10-u qızdır. Bu şagirdlər arasından layihə üçün ikisi oğlan olmaqla 3 nəfəri neçə fərqli üsulla seçmək olar? Deməli, 22 nəfər şagird var. 22-dən 3 nəfər götürəcəyik. Bu bizim mümkün hallardır. Bu da oldu 22 faktorial bölünsün 22 çıx 3, yəni 19 faktorial vurulsun 3 faktorial. Bu da bərabərdir 19 faktorial vurulsun 20 vur 21 vur 22, 19 faktorial 1 vur 2 vur 3. Bunlar ixtisar getdi. 2 nə yapardıq burada? 10 qaldı. 3 yapardıq burada 7 qaldı. 7-ni 22'ye vurduq. 4 bir yadda 7 dəfə 2 14 1540. Keçdi indi. İkisi oğlan olmaqla 3 nəfəri. İkisi oğlan olmaqla 3 nəfəri kombinizon 12-dən 2 vurulsun, kombinizon 10-dan da 1 nəfər götürəcək ki, 3 nəfər tamamlansın. Bu da bərabər, bu biz üçün əlverişli hallardır. Oldu. Birincisi 12 faktorial bölünsün 10 faktorial vurulsun 2 faktorial vurulsun, kombinizon 10-dan 1 elə 10'a bərabərdir. Bu da bərabərdir. 10 faktorial vurulsun 11 vurulsun 12 bölünsün 10 faktorial vur 1 vur 2 vurulsun 10. 10 faktoriallar getdi. Bunu da ixtisar apardıq 6 66 vur 10. Hadisənin ehtimalı bərabərdir. Demək, əlverişli hallar, yəni 66 vurulsun 10 bölünsün mümkün hallar 1540. Sıfırlar getdi. 2'ye ixtisar aparsaq 33 77. Bu da 11'e ixtisar getsə 3 bölünsün 7. 29-cu sual. ABC üçbucağında AB 13, BC 14, AC 15 olarsa üçbucağın kiçik hündürlüyünün uzunluğunu tapın. Deməli, bura 13, 14 və 15-dir. Kiçik hündürlük böyük tərəfə çəkilir. Sahə ilə ifadə eləyəcəyik. Demək, H vurulsun 15 bölünsün 2 bərabərdir. Sahəni isə heronla tapacaq bu sahəni.
ümumi sahəni tapıb buradan hündürlüyü təyin edəcəyik. Sahəni hər onunla necə təyin edirik? P bərabərdir 13 üstəgəl 14 üstəgəl 15 bölünsün 2. Bu da bərabərdir 21. Bunda S bərabərdir kök altında 21 vurulsun. 21 çıx 15 6, 21 çıx 14 7, 21 çıx 13 8'dir. Bu da bərabərdir kök altında 21'i yazdıq 3 vurulsun 7. 6'nı yazdıq 2 vurulsun 3, 7 vurulsun da 8. 7 vur 7'dən 7 çıxdı. 8 dəfə 2 16 4 çıxdı. 3 dəfə 3'dən də 3 çıxdı. 7 vurulsun 4 vurulsun 3 84. Demək sahəsi 84'ə bərabərdir. İndi buradan H-ı təyin edirik. H vurulsun 15 bərabərdir 168. H bərabərdir 168 bölünsün 15. 3'ə ixtisar aparırıq. 56 bölünsün 5. Bu da bərabərdir 11 tam onda 2 və yaxud da 11 tam 5'də 1 də yaza bilərik. Otuzuncu sual BD parçası ABC üçbucağının medianı. K nöqtəsi isə CBD üçbucağının medianlarının kəsişmə nöqtəsi olarsa, DKY üçbucağının sahəsi ABC üçbucağının sahəsinə 12 dəfə kiçik olduğunu isbat edin. Median üçbucağın sahəsini 2 bərabər hissəyə bölür. Onda biz baxırıq üçbucaq BDC-yə. BDC üçbucağının K və C nöqtələrindən keçən medianını da çəksək, bu zaman alırıq ki, burada 6 bərabər sahə alınır. Çünki medianların kəsişmə nöqtəsində sahə 6 bərabər sahəyə bölünür. 1, 2, 3, 4, 5 və 6 bərabər sahə oldu. İndi bizə lazımdır ki, BD medianının sahəni necə böldüyünə baxaq. Onda buradan alırıq ki, üçbucaq ABD sahəsi bərabərdir 6S olar. Çünki BDC sahəsini S-lərlə işarə eləmişik və burada 6 dənə S alınıb. Demək, aldıq üçbucaq ABD 6'ya bərabərdir. İndi bura 6S-dirsə, üçbucaq ABC-nin sahəsi bərabərdir. 6S burada, 6S də burada 12S. Baxırıq, nəyə bizə lazım idi? Üçbucaq DKY-nin sahəsi. İndi DKY-nin sahəsinin ABC üçbucağının sahəsinə 12 dəfə kiçik olduğunu isbat eləməliyik. Bu da S-ə bərabərdir. Deməli, S-ABC bölünsün S-DKY bərabərdir 12S bölünsün S. S-lər ixtisar getdi, 12 alındı. 12 dəfə kiçik olduğu isbat olundu. İkinci qruplarda situasiya məsələsində istifadə olunmuş suallara baxaq. Sağlam həyat həftəsi çərçivəsində xeyriyyə məqsədli velosiped yarışı təşkil edilmişdir. Yarışdan əldə olunan vəsait bayram münasibəti ilə uşaqlar üçün hədiyyələrin alınmasına yönəldiləcəkdir. Yarışda yeniyetmələr və böyüklərdən ibarət ümumilikdə 150 nəfər iştirak etmişdir. İştirak haqqı yeniyetmələr üçün 4 manat, böyüklər üçün isə 6 manat müəyyən edilmişdir və ümumilikdə 720 manat vəsait toplanmışdır. Yarış bir düz xətt üzərində yerləşən A məntəqəsindən B məntəqəsinə qədər olan marşrut üzrə keçirilmişdir. A və B məntəqələri arasındakı məsafə 500 metrdir. Final mərhələsinə vəsiqə qazanan 8 iştirakçısından 3'ü yeniyetmə olmuşdur. Biz suallara baxırıq. Yarışda neçə yeniyetmənin və neçə böyüyün iştirak etdiyini müəyyən edin. Ümumilikdə yeniyetmələrə X desək, böyüklərə də Y desək, ümumilikdə 150 nəfər iştirak edib və giriş haqqı yeniyetmə üçün 4 manat, böyüklər üçün isə 6 manatdır deyənə, yeniyetmələr üçün 4 manat, böyüklər üçün isə 6 manatdır və ümumi məbləğ 720 manatdır, bərabərdir 720. Belə bir tənlik olduq.
İndi birinci təmrində hər tərəfini 4-ə vururuq. Alırıq ki, buradan 4x üstəgəlinsin 4y bərabərdir 600. Buradan da alırıq 4x üstəgəlinsin 6y bərabərdir 720. Tərəf-tərəfə çıxsaq, 2y bərabərdir 120, y də bərabərdir 60. Y böyüklərdir. Onda x-i tapmaq üçün demək x üstəgəl 60 bərabərdir 150. Buradan da x bərabərdir 90. Da yeniyetmə. Deməli aldıq ki, böyüklər 60 nəfər, yeniyetmələr isə 90 nəfər olub. 29-cu sual. Bu marşrut boyunca velosiped zolağının hər iki tərəfinə eni 2 metr olan təhlükəsizlik sahəsi ayrılmışdır. Lakin marşrutun son 100 metrlik hissəsində təhlükəsizlik sahəsinin eni hər tərəfdən 25% artırılmışdır. Yalnız təhlükəsizlik üçün ayrılan hissənin ümumi sahəsini tapın. Deməli, A və B nöqtələri arasındakı məsafə 500 metr idi. 500 metr. Bu A və B nöqtələri arasındakı məsafə. Sonra deyir ki, hər iki tərəfinə eni 2 metr olan təhlükəsizlik. Yəni, ümumilikdə eni 4 metr olan təhlükəsizlik zolağı var. 4 metr, burada 500 metrdir. Amma son 100 metrində təhlükəsizlik sahəsinin eni hər tərəfdən 25% artmışdır. Deməli, 4 metr ümumilikdə, bunu da 25%-ni tapdıq. Bərabərdir 1 oldu. Yəni, buradan 1 metrdə əlavə olunub. Hər tərəfdən 25% artırılıb. Buradan da 1 metr artırıldı. Deməli, bu son 100 metrdə bura oldu 6. Ümumilikdə burada oldu 100. Bu hissə isə 400-dür. İndi bu təhlükəsizlik zolağının ümumi sahəsini hesablamaq lazımdır. Deməli, birinci bura S1-dir, burada S2. Ümumi sahə bərabərdir. S1 üstəgəlinsin S2 yazsaq. 400 vurulsun 4, üstəgəlinsin 100 vurulsun 6. Bu da bərabərdir. 1600 üstəgəlinsin 600 bərabərdir 2200 olar. 30-cu sual. Final mərhələsinə vəsiqə qazanan bütün iştirakçılar arasından təsadüfi seçilən 2 nəfərin yeniyetmə olması hadisəsinin ehtimalını tapın. Baxırıq, final mərhələsinə vəsiqə qazanan 8 nəfərdən 3-ü yeniyetmədir. Deməli, ümumi 8 nəfər final mərhələsinə vəsiqə qazanıb. Onlardan 3-ü yeniyetmədir. 3 nəfər yeniyetmə, 5 nəfər isə böyük. İndi bizə deyir ki, 2 nəfərin yeniyetmə olması. Deməli, PA, yəni hadisənin ehtimalı bərabərdir. Kombinezon 8-dən 2 nəfər götürdü. Hər ikisinin də yeniyetmə olması. Kombinezon 3-dən 2. Bu da bərabərdir. 8-dən 2, 8 vurulsun 7 bölünsün 2-dir. 3-dən 2, 3 vurulsun 2 bölünsün 2-dir. 2-lər ixtisar getdi, 4 qaldı. 4 dəfə 7, 28-də 3 olar.